Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin yaxın vaxtlarda bərpası gözlənilir və bu barədə Azərbaycanın Xarici İşlər Naziri Rusiyalı həmkarı ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildiribdir və nazirin sözlərinə görə 24-cü ilin dekabrında Azala məxsus sərnişin təyyarəsi ilə bağlı baş verən hadisədən sonra məhdudiyyət tətbiq edilən bir sıra istiqamətlər üzrə birbaşa uçuşların yaxın gələcəkdə yenidən həyata keçirilməsi nəzərdə tutulur. Xatırladım ki, Azal təyyarəsinin Aktav yaxınlığında qəzaya uğramasından sonra Azərbaycandan Rusiyanın 10 şəhərinə Qrozno, Maxaçkala, Soçi, Mineralnaya Vodi, Vladikavkaz, Nijni Novqorod, Samara, Saratov, Ufa və Volqograda uçuşlar dayandırılmışdı. Bildirilib ki, Azərbaycan və Rusiya son aylarda ikitərəfli münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması və əməkdaşlığın əvvəlki səviyyədə davam etdirilməsi istiqamətində iş aparmaq barədə də razılığa gəliblər. Azərbaycan və Rusiya sərhəd keçid məntəqələrinin infrastrukturunun əlaqələndirilməsi məsələlərini müzakirə ediblər. Dövlət Gömrük Komitəsinin məlumatına görə müzakirələr iki ölkənin gömrük xidmətləri orqanları arasında keçirilən görüşdə aparılıbdır və görüşdə sərhəd keçid məntəqələrinin infrastruktur imkanlarının sinxronlaşdırılması, mövsümi dövrlərdə yüklərin sərhəddən daha operativ keçirilməsi, həmçinin yük avtomobillərinin hərəkəti zamanı yarana biləcək sıxlığın aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıbdır və səfər çərçivəsində nümayəndə heyətləri Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsinin Yaraq qazmalar və Tahirkənd qazmalar gömrük keçid məntəqələrində olub, mövcud infrastrukturu, texniki təminatı, buraxılış imkanları və iş prosesi ilə yerində tanış olublar. Tərəflər görüş zamanı gömrük sahəsində əməkdaşlığın mövcud vəziyyətini dəyərləndirib, gələcək əməkdaşlıq istiqamətləri ətrafında da müzakirələr aparıblar. Azərbaycanla Rusiya arasında sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı rəsmi qərar yoxdur. Azərbaycan və Rusiyanın gömrük xidmətlərinin rəhbərləri arasında keçirilən görüşdə sərhəd keçid məntəqələrinin infrastrukturunun sinxronlaşdırılması, yük daşımaların sürətləndirilməsi və sərhəddə yaranan sıxlığın azaldılması məsələləri müzakirə olunub. Bu isə ictimaiyyətdə Azərbaycan-Rusiya quru sərhədinin açılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Lakin rəsmi açıqlamalarda sərnişinlərin quru sərhəddən keçidinin bərpası və ya Azərbaycanla Rusiya arasında sərnişin qatarının yenidən fəaliyyətə başlaması ilə bağlı hər hansısa qərar və ya tarix açıqlanmayıbdır. Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, sərhəd keçid məntəqələrinin infrastrukturunun uyğunlaşdırılması ilk növbədə yük daşımaların və ticarət dövriyyəsinin daha səmərəli təşkili məqsədi daşıyır və onun sözlərinə görə bu dəyişikliklər gələcəkdə sərnişin daşımalarının daha rahat təşkilinə imkan yarada bilər. Deputat bildirib ki, quru sərhədlindən sərnişin keçidinin bərpası texniki deyil, siyasi və təhlükəsizlik məsələsidir. Bu istiqamətdə qərar qəbul ediləcəyi təqdirdə hökumət tərəfindən ayrıca elan olunacaqdır. Xatırladım ki, hazırda Azərbaycanın quru sərhədləri bağlıdır və mayın 25-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında beynəlxalq dəmir yolu əlaqəsi bərpa olunubdur. Azərbaycanla Rusiya arasında sərnişin qatarının bərpası ilə bağlı isə rəsmi qərar mövcud deyil. Azərbaycanın quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı müzakirələr davam edir və mövzuya münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının əsas səbəbi milli təhlükəsizlik məsələləridir. Onun sözlərinə görə Rusiya-Ukrayna müharibəsi və yaxın şərqdəki gərginlik fonunda mövcud təhlükəsizlik şəraiti nəzərə alınır. Deputat qeyd edib ki, Ermənistanla sülh sazişinin imzalanması regionda nəqliyyat əlaqələrinin genişlənməsinə müsbət təsir göstərə bilər. Bununla belə Rusiya və İran istiqamətində quru sərhədlərinin açılması həmin regionlarda təhlükəsizlik vəziyyətindən asılı olaraq qalır. Deputat həmçinin xatırladıb ki, Azərbaycan və Gürcüstan arasında beynəlxalq sərnişin qatarının hərəkəti artıq bərpa olunubdur və onun sözlərinə görə Azərbaycan və Rusiya arasında gömrük və dəmir yolu qurumları arasında yük daşımaların və sərhəd infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılsa da, sərnişin daşımalarının və ya quru sərhəd keçidinin
bərpasına da rəsmi qərar açıqlanmayıbdır. Bəzi ekspertlər isə hesab edirlər ki, regionda davam edən hərbi siyasi gərginlik uzun müddət davam edərsə, Azərbaycanın quru sərhədlərinin bağlı qalması 2030-cu ilə qədər uzana bilər. Bununla belə bu yalnız ehtimal xarakterli qiymətləndirmədir və rəsmi proqnoz hesab edilmir. Qeyd edim ki, hazırda Azərbaycan hökuməti quru sərhədlərinin açılması ilə bağlı yeni qərar elan etməyibdir və xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-nədək uzadılıb. Rusiyada uzun müddətli yaşayan və əmək fəaliyyəti ilə məşğul olan miqrantlar üçün mobil telefonla bağlı yeni tələbin tətbiqi planlaşdırılır. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə gələcəkdə ölkəyə gələn miqrantlar mobil telefon əldə etməli olacaqlar. Həmin telefonda miqrantın elektron profili yerləşdiriləcəkdir və bu sistem vasitəsilə onun yaşayış yeri və hərəkəti ilə bağlı məlumatların izlənməsi mümkün olacaqdır. Bildirilib ki, bu mexanizm miqrantların yaşayış yerini nəzarətsiz dəyişməsinin qarşısını almağa, həmçinin sənədlərinin etibarlılıq müddətinin başa çatması və digər vacib prosedurlarla bağlı onlara vaxtında bildiriş göndərməyə imkan verəcəkdir. Qeyd edim ki, 2025-ci il sentyabrın 1-dən Moskva bölgəsində vizasız rejimlə gələn miqrantlar üçün Amina mobil tətbiqinin sınaq tətbiqinə başlanılıbdır və tətbiq geolokasiya məlumatlarının Daxili İşlər Nazirliyinə ötürür və onun istifadəsi məcburidir. Rusiya Daxili İşlər Nazirliyinin son məlumatına görə ötən ilin dekabr ayının ortalarınadək Amina sisteminə 3 iş gün ərzində geolokasiya məlumatları göndərməyən 139 mindən çox miqrant miqrasiya qeydiyyatından çıxarılıb. Qeyd edim ki, mobil telefonun məcburi alınması ilə bağlı mexanizm hələlik təklif xarakteri daşır və bunun tətbiqi üçün müvafiq qanunvericilik dəyişiklikləri qəbul edilməlidir. Qəbələ Beynəlxalq Hava Limanı gələcəkdə regional aviasiya hubına çevrilə bilər. Bu barədə Azərbaycan Turizm Bürosu sədrinin müavini bildiribdir və onun sözlərinə görə hazırda bu istiqamətdə aviaşirkətlərlə danışıqlar aparılır. Turizm Bürosundan qeyd edilib ki, aviaşirkətlərdən biri Qəbələ Hava Limanından Gürcüstanın Kutaisi modeli əsasında regional tranzit mərkəzi kimi istifadə imkanlarını da nəzərdən keçirir. Azərbaycan Turizm Bürosu sədrinin müavininin sözlərinə görə regional hava limanlarının inkişafı və beynəlxalq uçuşların genişləndirilməsi turizm üzrə yeni dövlət proqramının əsas prioritetlərindən biridir. Bildirilib ki, regiondan beynəlxalq reyslərin bərpası turistlərin ölkənin müxtəlif bölgələrinə birbaşa səfər etməsinə imkan yaradacaqdır və regional turizmin inkişafına əlavə təkan verəcək. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik və ən vacib, o cümlədən də operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayem Novosti Azərbaycana Telegram kanalıma qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşəndək sağ olun, salamat qalın.